Salamlar, hər vaxtınız xeyir olsun, necəyik? Bugün sizdən danışmaq istədiyim bir məsələ var. Bu məsələlərdən biri də hansı hallarda ki, biz münasibətdə uğursuzluq yaşayırıq, bunlardır. İnsan ümumiyyətlə hansı halda münasibətdə uğursuzluq yaşayır? Ən böyük amillərdən biri başqalarının fikrinə görə hərəkət etməyimizdir. Anama, atama, qonşuma, qohumma, iş yoldaşıma, padruqama. Və məsələ də odur ki, çox zaman münasibətimizin uğursuz olmağının səbəbi problemə öz problemimiz kimi baxa bilmirik. Başqa insanların beynindəki problem kimi baxırıq. Mən belə hərəkət eləsəm, anam bu rəftarıma görə mənə belə şey deyəcək. Mən bu cür hərəkət etsəm, atam bu şey deyəcək. Mən bu cür hərəkət etsəm, qonşunun qızı bu düşünəcək. Və yaxud da işdə mən əvvəlcədən demişəm ki, onsuz da ayrılmışam. Təzədən mən bu insanla barışdığımı desəm, filan kəs belə deyəcək. Düzdür, biz bunu özümüzü müşahidə edərkən tam şəkildə hiss eləməsək də, beynimizin içərisində oturuşmuş bəzi düşüncələr var ki, buna səbəb olur. Yəni sən hərəkət etmək istəyirsən, amma bir tərəfdən də hərəkət edə bilmirsən. Çünki niyə görə? Qarşını görələr kəsir. Məsələn, atıram, Ayselə görə, Leylaya görə, Əlifsətə görə, mamama görə, papama görə, iş yoldaşıma görə, kimlərəsə görə sən öz münasibətində uğursuzluq yaşayırsan. Çünki başqalarının fikri, başqalarının hətta bu siyahıya kimi artırmaq olar? Ekspertlərə görə, psixoloqlara görə, alimlərə görə. Ümumiyyətlə, uğursuz münasibət deyilən bir anlayış yoxdur. Münasibət o halda uğursuz olur ki, sən o münasibəti bitsə belə, onun nə üçün bitdiyini anlamırsan. Yəni, tam bitirə bilməmiş və eyni zamanda asılı qaldığın bir şeydir. Məsələn, münasibət bitib, amma sən hələ beynində bitirə bilmirsənsə, özün üçün uğursuz ola bilərsən. Çünki hələ də başa düşə bilmirsən ki, əslində nəyə görə bu bitdi, bu baş verdi. Əgər bir insan bir münasibəti bitirirsə və onun üçün hər şey aydın idisə ki, həyatında başına gələnlər nə üçün gəlib, nə üçün bu insanla qarşılaşıb, bu insan onun üçün həyatda nələrsə öyrədib, bu insan üçün nələrsə artıq bitirmək rahat deyil. Bitirməsə belə o insana qarşı fərqli baxış bucağından baxır. Amma sən hər içindən nifrət, kin, qəzəb, aqressiya, utancaqlıq, ayıb, günahkarlıq duyğuları keçirirsənsə, sən münasibətdə uğursuzluq yaşayırsan. Amma bu uğursuzluq yaşamağının bir səbəbi də kimlərəsə görədir. Öz anana görəmi, atana görəmi, qonşuna görəmi, daha sonra iş yoldaşına görəmi. Amma sən əslində münasibətdə uğursuzluğu özün seçirsən. Necə seçirsən? Başqalarına görə, başqalarının düşüncəsinə görə. Filan kəs dedi, filan şey narsistdir, filan kəs dedi, yoldaşın psixopatdır, filan kəs dedi, yoldaşın emosional qapalıdır. Okey, lap deyək ki, həqiqətən yoldaşım belədir. Amma başqalarına görə mi sən qərar verirsən? Həqiqətən mənə nə lazımdır? Bəs bu cür olan halda nə etməliyik? Təbii ki, ilk öncə lazım olan situasiya mütləq şəkildə bir psixoloqla görüşməyin, ailə psixoterapevtinə müraciət etməyin olacaq. Instagramda hər çıxan qabağına rilsi düzgün düşünürsən. Qabağına çıxan hər psixoloqu həqiqi psixoloq hesab edirsən. Qarşına kimsə bir söz çıxıb deyirsə, həqiqi ekspert hesab edirsən. Və o görələrə görə, o düşüncələrə görə sən əslində özün də bilmədən öz münasibətini uğursuzluğa aparırsan. Əslində uğursuzluq anlayışı yoxdur. Hər bir münasibət uğurludur. Bitsə belə, bitməsə belə hər münasibət uğurludur. Çünki hər münasibətdə biz başa düşürük, yəni anlayırıq. Yəni bizim uğursuzluq adlandırdığımız şey əslində bəlkə də bizim uğurumuzdur. Məsələn, nəyisə bitirmək tam şəkildə, kimisə həyatından getmək, kimisə bizim həyatımızdan getmək. Əsas məsələ budur ki, biz başa düşək, bunun üzərində işləyək ki, mən niyə tərk edildim, mən niyə təkəm, niyə görə qarşımdakı yoxa çıxdı, ümumiyyətlə, mən hansı hallarda tərk edirəm, mən hansı hallarda yoxa çıxıram. Amma sən özünə uğursuz olmağa da icazə vermirsən və uğursuzluq anlayışını doğurursan. Amma mənə görə uğursuz insan başa düşmür ki, nəyi niyə yaşayıb. Bizə lazımdır ki, biz başa düşək ki, nəyi niyə yaşayırıq. Ona görə ilk analiz edəcəyi şey olacaq. Mən kimlərə görə münasibətimi aparıram? Hansı ekspertə, hansı psixoloqa, hansısa insana mı görə aparıram? Kim var mənim münasibətimin içində? Hal-hazırda sən və yoldaşın, sən və partnyorundan başqa o münasibətin içərisində heç kəs yoxdur. Sənin psixoloji və şəxsi inkişaf etməyin sənin özünə yardım edəcək. Qarşındakı insan dəyişməyinə yardım etməyəcək. Qarşındakı insan xarakter xüsusiyyətinə görə dəyişməyəcək. Necədirsə elədir. Amma sənə olan münasibət tərzinə görə dəyişə bilər. Əgər təbii ki, sən də dəyişmək istəyirsənsə. Amma biz buna garanti verə bilərik, yox. O insan istəsə bunu eləyəcək, istəməsə bunu etməyəcək. Ona görə kimisə zorlansa dəyişdirərək, kontrol edib təşvişimizi onun üzərindən yeritməyə çalışmayaq. Deməli, uğursuzluq anlayışı yoxdur. Hər bir münasibət bizim üçün uğurludur, bitsə belə. Yəni, bəzi insanlar boşanır, deyir, nə yaxşı ki, boşandı, bu mənim uğurumdur. Bəzi insanlar ayrılsa belə deyir, nə yaxşı ki, ayrıldım, mənim uğurumdur. Bəzi insanlar isə deyir, nə yaxşı ki, evləndim, ailə həyatı qurdum, mənim uğurumdur. Yəni, uğur hər kəsə görə fərqlidir.
Amma uğursuzluq o halda olur ki, sən ilişib qalırsan, çıxa bilmirsən. Bu halda bəli, sən özün-özünə uğursuzluq yaşayırsan, münasibətdə uğursuzluq yaşamırsan. Sən o düşüncənin qabağında uğursuz olursan, niyə ayrıldım, axtarırsan, tapa bilmirsən. Ona görə dərindən işləmək lazımdır ki, əslində nədə biz daha çox, yəni özümüzü uğursuzluğa layiq bilirik, hansı düşüncəyə görə tapmaq lazımdır. Əslində münasibətimizin içərisində kimlər var? Əslində münasibətimizin içərisində kimlər yaşayır? İlk edəcəyin etap budur. Sənin münasibətinin içərisində hal-hazırda hansı düşüncələr var? Ana, ata, bacı, qardaş, nəsil, kök, hansı davranış etsən onlara görə necə olacaqsan? Ən çox isə daxilən özümüzü tənqidi şəkildə qınayırıq. Ən çox isə daxilən özümüzü yetərsiz hiss edirik, dəyərsiz hiss edirik. Çünki əslində bizim öz bağlanma stilimizə baxsaq belə uşaqlıqdan ya təşvişli bağlanmışıq, ya travmatik bağlanmışıq, ya qaçınan bağlanan, ya qaçınan yapışan tipli bağlanmışıq deyə bu çox problemləri yaşayırıq. Yəni, mənim demək istədiyim odur ki, münasibətdə uğursuzluq yaşamağın əsas səbəblərindən biri də başqalarına görə münasibət həyatıma qərar verməyin, başqalarına görə münasibəti irəlilətməyindir. Filankəs belə dedi, belədir. Behmankəs belə dedi, budur. Bəs sən nə deyirsən, sən nə düşünürsən? Yəni, hər kəs həqiqətənmi bu saat bomba kul bir münasibət yaşayır, hal-hazırda pis münasibət yaşayan mı sənsə? Hansı insanın travmaları, hansı insanın əskiklikləri, hansı insanın yetərsiz tərəfləri, dəyərsizlik tərəfləri, hansı insanın sevilməyən tərəfləri yoxdur ki? Əslində hər birimizin var. Və keçən videoda da dedim, qarşımızdakı insanı böyük görərək özümüzü çox kiçildirik. Bəlkə bu böyük anlayışını yığışdıraq. O da bizim kimi bir insandır. Bizim hansısa davranışımızla, hansısa sözümüzlə, necə deyim, taktika ilə bu işə yaramır ki, qarşımızdakı insan dəyişsin. Biz həqiqətən davranışsal olaraq özümüz başa düşüb neysə dəyişəndə bunu qarşı tərəf onsuz da görür, bizə uyğunlaşmağa çalışır. Və yaxud da ki, heç uyğunlaşmır, bu onun seçimidir. Amma qarşımızdakı da insandır. Bir xanıma sözünü necə rahat deyə bilirsənsə, yaxud da bir bəyə sözünü necə rahat deyə bilirsənsə, ona da sözünü rahat deyə bilərsən. Yəni, bir insan səni qəbul edirsə, zaten olduğun kimi qəbul edir, olmasını istədiyin kimi etmir. Yəni, nə ilə varsansa, ondansan. Əlavə ekstra heç bir şey yoxdur. Ümid edirəm ki, faydalı oldu. İstəyirəm baxasan münasibətinə. Gör nədə, kimdə, hansı etapda ilişib qalmısan, kimlərə görə sən nə yaşayırsan. Özünü oradan seçib çıxarasan. Sonra yazasan. Mən indiki hal-hazırda durumumda nə düşünürəm? Özüm haqqında nə hiss edirəm? Mən ümumiyyətlə bu münasibət haqqında nə düşünürəm? Ümumiyyətlə sevgi mənim üçün nədir? Ailə mənim üçün nədir? Bunları istəyirəm yazasan. Bu etapdan sonra baxaq görək əslində sənin daxili vəziyyətin necədir? Bizə sən lazımsan. Sən düzələndən sonra sən onsuz da bütün hər şey qaydasına qoya biləcəksin, münasibətini belə. Ona görə sən hər etapda uğurlusan, bunu biləsən.